Aya nə qədər pul xərcləyirdin təxminən? O vaxtlardan danışanda, 90-cı, 2000-ci illərdən danışanda aya 20 min, 25 min pul xərcləyirdim. Vay vay. Dollar mı yoxsa rubl? Elə dollardan danışıram. O vaxt dollardı. Bəlkə də ola bilər çox xərcləmişəm ha. Elə maşınlarımı dəyişməkdən danışmıram. Giyim keçimimə pul xərclədiklərimdən danışmıram. Dostaşnalarıma xərclədiklərimdən danışmıram. Elə dostaşnalarım olub ki, onlar üçün giyim keçim alırdım. Amma mən bir dənə bir söz deyim sizə, mən xoşlamışam həmişə, necə var dövlət olub da, çox varlı uşaqlar, varlı insanlar, varlı uşaqlarla oturub dururdular da. Amma mən xoşlamışam ki, kasıb uşaqlarla oturum durum, kasıb uşaqlarla dostluq edeyim. Mənə onlarla maraqlı olurdu. Maraqlı olurdu. Onların həyatı, onların gündəlik həyatı, səhər məsələn üçün nə yiyirdilər, günorta nə yiyirdilər, hara gedirdilər, nə edirdilər, nə işlə məşğuldular. Mənə onlarla doğrudan maraqlı olub. Varlı uşaqlar, varlı dostlarımdan, valideynlərindən mən məsləhətlər məsələn üçün an vaxt olmayıb da, mənə ki, məsləhət versünlər, məsləhət görüm onlardan. Ancaq elə olub ki, müğayət olun özünüzdən filan yerdə, filan yerdə, filan yerdə, neysə. Başqa şeylərdən eşitməmişəm ancaq. Düz deyirəm ya düz demirəm. Amma kasıb dostlarım, uşaqların, valideynlərindən mən onlarla örneği də götürmüşəm, məsləhət də götürmüşəm, məsləhət də veriblər, maraqlı oturub söhbətlər də eləyiblər mənlə, vaxtlar da keçirdiblər, nərddə oynamışıq. Ona görə deyirəm, yəni ki, kasıb uşaqlarla mənim maraqlı olurdu. Nə qədər də varım, dövlətim olsaydısa, mən elə